Nəyə deməyə çalışırdım? Vernidub, bəli, xoş sözlərə layiqdir. Yaxşı nəticə qazandı, düşdüyü situasiya uyğun olaraq. Yəni, Konferans Liqası Neftçinin adına yaraşmır. Yəni, Neftçi çempionluğu oynamalıdır, ən azı ikinci olmalıdır, Avropa Liqasına çıxış etməlidir, ən azı kubok qazanmalıdır. Amma bu mövsümün gedişinə uyğun olaraq qazandığı nəticə alqışa layiqdir, təqdirə layiqdir. Amma düşünürəm ki, fərqli bir fikir deyəcəm. Hər kəs Vernidubdan danışır, hər kəs Vernidubu təqdir eləyir, xoş sözlər deyir. Məncə, eyni sözlər həm də Neftçi rəhbərliyinin ünvanına səslənməlidir. Xoş sözlər niyə? Tək bu mövsüm üçün yox. Son 2 mövsümdə mənə görə Neftçi rəhbərliyi baş məşqçi postu ilə bağlı kifayət qədər əsaslı arqumentlərim var ki, doğru qərarlar verib. Roman Qriqorçuk olsun, Samir Abbasov olsun, indi Yuri Verindub olsun. Hər üç baş məşqçi üçün Yuri Verindub hələ yeni gəlib. Qriqorçuk, gəl razılaşaq ki, təyinatında hamımız alqışladıq. Qəbələdə kifayət qədər uğurlu nəticələri var idi. Son illər Neftçidə baş məşqçi təyinatları ciddi sual altına düşürdü. Qriqorçuku hər kəs birmənalı şəkildə dəstəklədi. Rəhbərlik ona heyəti demək olar sıfırdan qurmaq üçün şərait yaratdı. Öz futbolçularını gətirdi, böyük pullar müqabilində öz komandasını qurdu və şans verdi. Bacarmadı. Gəl real danışaq ki, Qriqorçuk gətirilə biləcək ən uğurlu variantlardan biri idi. Mən də bacarmadı. Ardınca komanda kimi baş məşqçi, rəhbəri kimi baş məşqçi postuna gətirdi Samir Abbasovu. Neftçini sonuncu çempion eləmiş baş məşqçi, Sumqayıtda kiçik büdcə ilə Avrokuboklar aparmış baş məşqçi. Azərbaycanda ən perspektivli məşqçilərdən biri. Hamımız alqışladıq ki, doğru qərardır. Samir Abbasov üçün daha geniş çapda şərait yaradıldı. Ötən mövsümün böyük bir bölümü komandanın başında oldu. Onun qurduğu komanda deyildi. Yayda yenidən komanda quruldu. Polşada toplanış keçirildi. Hər bir şərait yaradıldı. 14 tur Neftçi istədiyini vermədi. Mən yenə deyirəm ki, Samir Abbasovun da dönəmində komanda kifayət qədər normal futbol oynayırdı. Bəzən şanssızlıq, bəzən hakim qərarları Neftçinin uğurlu olmasına mane olurdu. Hətta o dönəm deyirdim ki, Neftçi sanki tələsdi, ən azı qışa qədər Samir Abbasovu gözləməli idi. Amma Neftçi rəhbərliyi görünən odur ki, zaman göstərir ki, doğru qərar verib, zamanında qərar verib, Yuri Verindubu gətirdi. Yuri Verinduba da görünən odur ki, hər hansı bir şikayəti yoxdur, kənar müdaxilə yoxdur və uğur qazanır. Əgər uğursuzluq olanda tənqidlər rəhbərliyə tuşlanırsa, düşünürəm bugün uğur varsa, bu həm də payı çatır rəhbərliyə. Və həm də mən bəzi oyunlardan sonra Neftçi rəhbərindən səmimi söhbətlərim olurdu, ayaqüstü müzakirələrimiz olurdu. Ahmet, çox tənqid eləyib, bəzən mənim də tənqidlərim olub, amma nə qədər uğuru çox istədiklərinə mən şahid olurdum. Simalarından görürdüm, fikirlərindən görürdüm. Bəzən uğursuzluqdakı o simalarına çökən narazılıqdan bunu görürdüm ki, uğur qazanmaq istəyirlər. Yəni, ancaq maaş alım, vəzifə daşıyım yox. Bəzən çox danışılır, bir neçə rəhbər var Neftçidə, bir neçə... Əslində, Neftçi PR olaraq, TV olaraq, rəhbərlik olaraq, inan ki, bəlkə də ölkədə bir nömrədir. İnfrastruktur olaraq, azarkeş olaraq, Neftçidə hər şey var. Çox üzrəyəm. Sadəcə baş məşqçilər seçimi də uğurluydu. Uğurlu ola bilmirdilər. Adım çəkmək istəmirəm. Bizim bir hamının tanıdığı, o mənə çox pis təsir eləmişdi sözün açığı, indi onu qeyd eləmək istəyirəm. Bir incəsənət xadimi deyək, bir müsahibə vermişdi ki, həyatımdakı ən uğursuz qərarlardan biri Neftçidə belə deyək də, Neftçidə olmağımdır, Neftçiyə getməyim idi. Yəni, çox səhv qərar vermişdim. Hamının da tanıdığı bir insandı, indi adını çəkməyəcəm. Yəni, təsəvvür elə ki, mən o qədər özümdə pis hiss eləmişdim ki, yəni, Neftçi kimi bir brendə dəvət olunursan və oradan ayrılanda fikirləşirsən ki, mən niyə gəldim bura? Bəli. O çox ağır bir söz idi. İndi sən deyəndə o ağlıma gəldi. Amma yenə deyirəm, burada həm sən də düzgün qeyd elədin, məncə Neftçi rəhbərliyinin atdığı addımlar Qriqorçukdan etibarən doğruydu. Həm Qriqorçuk olsun, həm Samir Abbasov olsun, indi də Verindub olsun. Yəni, sual işarəsi olan insanlara getmədilər. Bunlar birbaşa... Hətta Adrian Mutu deyildi. Gələndə belə suallar var idi ki, bu nə verə bilər? Adrian Mutu sırf, belə deyək də, məncə biraz PR xarakterində var idi. Razıyam, yəni doğru deyildi də, sirli qutuydu, böyük ehtimal doğrulu olmayacaqdı, gələndə də deyirdi, amma Verindub buna Ondan qabaq çalışdığı klublarda da uğurlu olmamışdı. Bəli.